dini Aferin. həmçinin bu Quran ayəsi də, yəni başqa bir şey. Həmçinin Allah deyəndə ki, izzət Rəsula və möminlərə aiddir. Rəsulun başını kəsmişdilər. Allah yenə deyir ki, izzət bu kişiyə məxsusdur. Deməli, izzət o şeydir ki, Allahın nuzul elədiyi kitab və sünnə səhih şəkildə insanların arasında qalsın, insanlardan da o həmən kitab və sünnətə əməl edənlər olsun. Nə qədər ki bu şey var, izzət var. Haçaq ki yox olacaq, onda Allah izzətimizi alacaq. Əhsən. Bəli. Tam doğru. Allah Həmçinin İslamın izzətli olması da elə. Deyir ki, din İslam izzətli olacaq. Həqiqətən də Allahın dövründə İslam izzətli idi. yəni izzət belə başa düşdüm ki, saraylar, canpəşanlıq, hansısa bir kresloda, stolda oturmaqdan ibarət deyil də. Çünki bunu İmam Hüseyn əleyhissalam nə deyir? Deyir ki, zillətlə yaşamaqdansa izzətlə ölmək yaxşıdır. Demək, hətta insan ölümə məhkum olanda belə tək qalanda, çarəsiz qalanda da izzət itməz insandan. İzzət demək başqa şeydir. İzzət deyəndə, məsələn, bəzi qardaşlar var, elə başa düşürlər. Görürsən, belə sual verirlər. Ha, nə oldu? Peyğəmbər demişdi, məndən sonra 12 xəlifə olacaq. Olmadı axı. Məsələn, İmam Hüseyn oturmadı axı kresloda. İmam Cəfər Sadiq, Musa İkad, heç biri oturmadı axı. Bunlar elə fikirləşirlər ki, Peyğəmbər deyəndə ki, məndən sonra 12 xəlifə olacaq, onlar 12'si də padşahlıq eləməlidir sarayda. Bunlar bu mənada bunu başa düşürlər, ona görə belə sual verirlər. Ki, bəs nə oldu? Olmadılar axı. Düzdür İbrahim? Həmçinin Allah deyir ki, "Mən kana yuridul izzətə fəlillahil izzətu cəmiən." Deyir ki, bax gör nə gözəl ayədir. Birinci ayədə Allah deyir ki, "Valillahil izzətu və lirrasulihi vel mu'minin." Deyir ki, izzət Allaha, onun elçisinə, bir də möminlərə məxsusdur. 3 dənə qrupa bölür Allah Taala. İndi görək bu izzəti adama verən kimdir? Allah deyir ki, Fatir surəsinin 10-cu ayəsində: "Mən kana yuridul izzətə fəlillahil izzətu cəmiən." Kim deyir izzət istəyirsə, bilsin ki, bütünlüklə bu Allaha məxsusdur. Yəni bu saraylarda zətdə deyil. Sənə Osmanlı padşahları ya Səfəvi padşahı sənə izzət verə bilməz. Allah deyir ki, bu mənə məxsusdur. Və tu'izzu men təşə'u və tuzillu men təşə'. Deyir, sənin istədiyin, sən deyir istəyirsən, mən sənə izzətli eləyim. Allah açıq-aşkar deyir ki, mənəm izzətli eləyən. Əyəbtəquna indəhəmul izzə. Sən deyir izzət istəyirsən mənim yanımda kafirlərə qarşı. Fə innəl izzətə lillahi cəmiyyən. Bil ki, izzətin cəmi, bütünü, hamısı Allaha məxsusdur. Bəli. Tam doğru. Hə, yəni bu ona qalsa, bu dəqiqə Amerikadan daha izzətli bir dövlət yoxdur. Çox da izzətli, gözəl yaşayırlar. Əhsən. Bəli. Danimarka məsələ. Adamlar işləmir, adamların evinin içində gətirib pul verirlər. Saray. Liechtenstein adlı bir dövlət var. Yağın balın içində yaşayırlar, amma Allahın ağasından xəbərləri yoxdur. Kafirdir. Ulu devletdə şey. Bəli. Axı bir dənə bizim bu qardaş təzə şiyi olmuş qardaşa sual vermək istəyirəm. Buradasan qardaş? Təcrübəsiz Bəli qardaş, buradayam. Axı tövhidi bildi, maşallah düzgün tövhid seçmisən bir mənalı olaraq. Bəs yaxşı, xəlifələr barədə fikrin nədir? Xəlifələr barədə fikrim belə deyim də. İndi qabaqları sıralama ilə olduğu kimi idi, götür idi, sayırdım da birinci, ikinci, üçüncü, dördüncü. Sonra biraz araşdırandan sonra bu ümumi, məsəl üçün tövhidi tutandan sonra biraz ümumi dedim götürüm. Məsələni də görüm burada məsəl üçün düzdürsə şiyə görə bu tərəflərdə nətərdir. Xəlifələr barədə ümumi tarix ancaq belə oxudum biraz yüngüldə. Tarixdə baxdım aralarında olan problemlər. Ümumiyyətlə ən çox buna diqqət elədim. Peyğəmbər yerinə birini mütləq qoymalı idi. Yəni elə ola bilməz ki, dünyadan keçsin,
sonra özünüz bilərsiniz. Elə bir şey baxdım ki, məntiqə düz deyil də. Yəni ya bir qayda qoymalıdır. Bu qayda çərçivəsində insanlar birini seçsin və yaxud da ki, özü seçməli idi. Bura baxanda indi Şiə, Sünni, indi tam hamısı qəbul edir də, Qədürxum hadisəsi, indi dost deyirlər, fərq eləmir də, nə olur olsun. Zato burada bir dəlil var da, İmam Əlini o boyda çöldə nəsə seçdi. Amma bu tərəfə dəlil yoxdur da və 6 ay misal üçün indi Atamgül 3 ay qəbul edir, amma belə ortalama 6 ay beyyət eləməyib Həzrət Əli Əbu Bəkirə, sonra gəldi, razılaşdı, sonra elə Ömərlə arasında olan problem, Osman misal üçün 40 gün qalıb o şeydə, evin içində heç bir sahabə gəlib kömək eləmir, nə Həzrət Əli kömək eləyir, nə o birisi ölür, hətta meydidə 3 gün qalır, heç kim aparıb bastırmır. Baxırsan ki, əgər bunlar həqiqətən Sünninin dediyi kimi olubsa, onun cənnətlə müjdələnən sahabə, burada bütün sahabələr günah qazanır axı. Çünki hədisdə də var Peyğəmbərdən ki, filan yerdə bir nəfər öldürürsə, filan kəslə razı olsa, ondan eyni şərikdir. Yəni bu şeyə baxanda onda belə çıxır ki, Osmana görə bütün sahabələr dindən çıxmış olur. Çünki nə hörmətli bastırırlar, nə gedib onu qoruyurlar. Və yaxud da baxıram, indi Muaviyə heç də onu heç vaxt qəbul eləməmişəm. Çünki ona bir yer yoxdur da, bir yapışdırasan ki, pakravat edəyəsən. Sonra ən çox da bax, bu Peyğəmbərlər misal üçün müşrik olmayıb da, Allah onları paş nəsildən çıxardıb. Misal üçün, atam deyir ki, Əbu Bəkir birinci xəlifə, amma bunların bir keçmişi müşrik olub da. Allahın dinini yayan, yəni mənim düşüncəmə görə keçmişi müşrik olmamalıdır. Elə həqiqi Peyğəmbər kimi, nəsil kimi, çünki baxıram Peyğəmbərlərin nəsilləri eyni gəlir. Biraz onu Qurandan araşdırmışam, öz şeyimdə biraz da sünni intellektlə araşdırmışam. Yəni Əbu Bəkir xəlifə olması baxıram qeyri-mümkün olası bir şeydir. Çünki keçmişi müşrik olub. Keçmişi paş adam dini yaymalıdır ki, o sistem düzgün ki geçsin də. Çünki Adəmdən bu tərəfə baxırsan, eyni nəsil sıralaması gəlir. Amma gəlir Peyğəmbərdən sonra, belə deyim, qarışır, gedir başqa nəslə çıxır. Baxıram sistem düz deyil də. Çünki Quranda da Allah deyir ki, sünnəsində Allahın dəyişikliyi olmaz. Bu sistem zincirvari getməlidir axıra kimi. Çünki axırda bizdə də qəbul olunur ki, bir nəfər gələcək, Allahın dediyi kimi olacaq, Peyğəmbər kimidir və s. Baxıram, bu da bunun nəsli olur. Amma orta şey dəyişir, sonra zincir gəlir, birləşir təzədən axıra. Yəni bu şeylər baxanda ziddiyyət olur deyə elə baxsan ki, o sistem elə bu tipli getməlidir ki, xəlifə möminlərin əmiri də keçmişi müşrik olmamalıdır. Yəni mənim dəlilim budur. Özümə görə ki, ən məntiqlisi, yəni mənə görə budur ki, həm başqa misal üçün Müslimdə var, İmam Həsən Ömər gedib söyməyi, yalancı zat deyib və yaxud da ki, başqa hədisdə başqa şey olub, Osmanlı Müslimdə var, təhqir edib, misal üçün siğə barəsində, başqa şey barəsində deyib, mən Peyğəmbər nə bilir, onu eləyirəm. Və yaxud da Buxaridə var, onu elə o vaxtda da oxumuşdum, indi də ki, deyirlər ki, Əlinin namazı Peyğəmbəri xatırlatdı və yaxud da ki, sahabələr yolun çox azdır. Və bu tipli şeyləri oturub baxanda, bir dəfə olsun, məsələn İbn Teymiyyə kitabında var idi, bir şey oxumuşdum, deyir hansısa bir çaydır, Ömər gəlir bağlayır, sahabələr yığışır, qeyd eləmişəm, lap onu taparam da dəqiqliyi ilə, qayıdıb deyirlər ki şeydir, bunu niyə bağlamışsınız, indi öz sözümlə deyirəm, Muaviyə gəlir, deyir ki şeydir, bura Əli etiraz bildirib, deyirlər yox, amma Ömər xəlifə olur, deyir, şurada Əli etiraz bildirməyibsə, Ömər bunu eləyə bilməzdi. Bu tipli şeylərə baxan fikirləşirəm ki, demək bu adamın nəsə bir şey olub ki, bəzi şeylərdə bu adamdan çəkiniblər ki, bu adam nəsə belə deyim də razı olubsa bir şeyə, yəni onu eləyiblər, razı olmayıbsa eləyə bilməyiblər. Yəni ona görə baxanda ədalətli tərəfdən görürəm ki, yox, elə bu olmalıdır. İmam Əli xəlifə olmalıdır. Çünki nə keçmişi müşrikdir, nə anası atası müşrikdir də. Çünki sıralama ilə gəlir. İndi atam gedir Peyğəmbərin də anası atası müşrikdir. O da mənə çatmır ki, müşrik olsa bu silən ki müşrik deyil. İmeni bizim ən üstün Peyğəmbərin nəslini müşrikdən çıxartdı. Baxıram ki, o da biraz düşmənçilikdəndir ki, İmam Əlini vurmaq üçün biraz. Çünki
ədalətlə baxsam mən əhl-i sünnədə peyğəmbər sevgisi görmürəm. Çünki Naburuq xanımlarını peyğəmbərdən, sahabəni peyğəmbərdən üstün görürlər. Əhsən sənə. Başqa yəni belə dəlilim elə də biraz araşdırsam bəlkə taparam. Ya mənim məntiqlisi mənə görə budur ki, zincirvari nəsil müşrik olmamalıdır da dini yayan. Çünki atam gedir peyğəmbərlər günahkardır. O mənə çatmır ki, Allah bir qayda qoyur ki, heç kim günah eləməsin. Bu məşruhdur, bunu da eləməsin. Amma gəlir peyğəmbərlər də onu eləyir, mən də onu eləyirəm, siz də onu eləyirsiniz. Baxırsan ki, nə oldu? Allahın sistemində bir nəfər Allahın dediyi kimi yaşaya bilmirsə, onda bu qadağanı qoymanın nə mənası var? O deyir, insan, atam deyir ki, hər insan səhvi olur. Hər insan səhvi olur, sonunda bu qaydaları qoymaq məntiqsizdir də. Bu elə qayda olmalıdır ki, bunu bir insan çıxıb hamısını əməl eləməlidir ki, bax, eləmək mümkündür. Yəni, ona görə mən məsumiyyəti də qəbul edirəm. Xəlifə şeyində İmam Əlidən götürüb qəbul edirəm. Sağ ol, əhsən sənə, valla. Allah sənə hidayət edib özün neyi var? Nəyi var, Valla İbrahim qardaş sənə bu cürlə insan o cürlə yerdən çıxasan, bu cürlə olasan. Bunu koyman lazım Seyfuqa'nın yerine. Özümü. Özü yoxdur, adını çəkmirsən qardaşım. Hazır problem değil o. Qardaş, sənə bir şey də deyim. Bunu da istəsən araşdırarsan. Maraqlı bir məsələ. Qurandan bir ayə oxuyum sənə. Buyurun. Deməli, Əl-Maidə surəsi 12-ci ayəni hamı oxuyub. Prosta burada maraqlı bir qeyd var. Allah deyir ki, وَلَقَدْ أَنْزَلَ اللّٰهُ مِسَاقَ بَنِ İsrail. Allah deyir, Bəni İsraildən bir misaq, bir əhd almışdı deyir. وَبَعَسْنَا مِنْهُمْ إِسْنَا عَشَرَ نَقِيبًا. Allah deyir, onlardan 12 dənə nəqib, başçı təyin eləmişdi. İndi bu 12 başçını Allah hara təyin eləmişdi? Birincisi Allah özü təyin edib, bu bir. İkincisi, bu 12 başçı Musanın sağlığında təyin olunmuşdu. Bu iki. Deməli, əmr sahibi, Allahın təyin elədiyi əmr sahibi, həm Musa əmr sahibi, həm də Allahın təyin elədiyi 12 nəfər əmr sahibi. Deməli, bir dövrdə 2 dənə və çoxlu əmr sahibinin olması mümkün bir haldır. Bu ikinci məsələ. Üçüncü məsələ, ayədəki təyin elədiyi Allahın bu 12 nəfər təyin edib, bunlar 12 dənə balaca qəbilə idi. Təsəvvür 12 balaca qəbilə. Necə ola bilər ki, Musa sağ ola Allah 12 dənə balaca qəbiləni başsız buraxmır, amma Məhəmməd ümmətin bəşərin ən fəzilətlisi, dünyadan bir dəfəlik köçür, amma ümməti başsız buraxır. Bu necə məntiqə sığa bilər? Necə ola bilər ki, Musa... İbrahim, Hə, sözümü də kəsdim, haqqı ol elə. buyur qardaş. Bir də bilirsən maraqlı bir ağlıma nə gəlir. Dünənləri söhbət edirlər, mən oturmuşam, yəni asla özüm üçün düşünürəm də məsələni. Bu şey hədis gətirirlər, Səhih Müslimdə 1757-ci hədis. Bilin də hansı hədisdir? Yox, sesin gəldi axı. Müsait ola bilər. Aleyküm. Laçın 41. Deyirsən Şeyx qiyamət qalası. Deyirsən sən donub almısan. Xəbərim yox. İsmail ama o zarafat yok. İnternetim getdi. Hə, buyur qız. Səsim gəldi. Hə, bax o hədis gətirirlər, o 1757-ci Müslimdəki. Deyirəm ki, bax hədis neçə illərdir o hədisin? 1000 il var o hədisin nəqli barədə. Rahat. Rahat. Əhl-i sünnə də bu hədisi səhihləşdirib. Hədisin əvvəlindəki kəlməyə bax. Deyir ki,
ey Əmir əl-Möminin, Abbas deyir deyəsən Peyğəmbərin əmisi, hə? Bəli. Ya İbn Abbas. Abbas. Deyir ki, hə, Abbas deyir gəlir Ömər ibn Xəttabın yanına və deyir ki, ey Əmir əl-Möminin, mənimlə bu yalancı arasında qəzavət elə. Bəli. Yalancı deyir Həzrət Əliyə, yəni kəzzab. Bizim dilə belə desək, mənimlə bu kəzzab arasında qəzavət elə. Deyirəm ki, nə əcəbsə, bütün əhl-i sünnə alimləri bunu səhiləşdiriblər. Yəni Həzrət Əlinin bu kəzzab ləqəbini buna yapışdırıblar. Bax qardaş, bu hədis var ya, bu hədis. Bir şey deyim qeyd kimi. İbn Əbi Şeybə adında bir alim var. Bu Buxari Müslümin şeyxlərindəndir. Yəni Buxaridəki, Müslümdəki hədislər bu kişinin əlindən keçib. Yəni İbn Əbi Şeybə. Onun Əl-Müsənnəf adında kitabı var. Həmən qissədə, həmən hədisdə Həzrət Əliyə elə söz demir orada. Həzrət Əli xain deyir Əbu Bəkirə, Ömərə. Amma orada demir ki, Abbas Əliyə elə sözlər demir orada. Bir də ki, sən başqa bir şey də deyim, başqa bir həqiqətdə çatdırım qardaş. Abbas ki orada deyir ha ki, məsələn bu xain kəzzabla mənim aramda hökm elə. Əssalam. Bunu nəyə görə deyib Abbas? Abbas bunu Əbu Bəkir və Ömərin məbnasına görə deyib. Çünki Əbu Bəkirlə Ömər Əlini kəzzab sayırdılar. Nəyə görə ki, kəzzab sayırdılar? Deyim sənə. Əli ondan əvvəl gəlmişdi miras istəməyə. Fatiməni də gətirmişdi. Fatimə şahid gətirmişdi Əlini. Fizzə də gəlmişdi, xanım Fatimənin xidmətçisi. Bunlar verməmişdi. O bizim peyğəmbərlər deyib ki, bizim buraxdıqlarımız şeydir. Sədəqədir. Bu hədisi gətirib Əlini, Fatiməni kəzzab sayıblar. Yalancı sayıblar. Ömər və Əbu Bəkir hər ikisi. Abbas da gəlir ki, deyir bu siz ki bunlara kəzzab, yalancısınız. İndi bu kəzzabla mənim aramda hökm verir. Quranla, sünnətlə hökm verir. Bunlar da mühakimədən sonra hər ikisi. Bunun dəlili nədir, qardaş? Hədisin elə öz içindədir. Necə ola bilər ki, Abbas Əmir əl-Möminin dediyi adama axırda desin ki, kəzzab, xain və arxadan vuran. Əmanətə xəyanət edən Abbas Əmir əl-Mömininə, dövrün xəlifəsinə bu sözü heç vaxt deyə bilməz. Deməli, Abbas onların məbnası ilə danışıb ki, bu sözü belə deyib. Belə şeylər doludur Quranda da, sünnədə də, hədisdə. Axı, bəyəm o həmən hadisədə xanım Zəhranın fədəy məsələsində Həzrət Əli gəlib təsdiqləyir ki, bu bizə verilmiş hədiyyədir. Bəli, bəs Həzrət Əli nəyə görə deyir ki, siz kəzzabsınız, xainsiz, arxadan vuransınız? Əbu Bəkir deyir axı, lə təraqnə nurəsuhu sadəqə. Əbu Bəkir deyir ki, mən peyğəmbərdən eşitdim ki, bax hədis belədir əziz qardaş. Diqqətlə qulaq as. Ömər deyir ki, sən və Abbas gəldiniz ki, peyğəmbərdən qalan mirası istəyəsiniz. Yəni fədəyi. Peyğəmbərdən fədəkdən başqa miras qalmayıb. Mirası istəyəsiniz. Əbu Bəkir dedi ki, qalə Rasulullah lə təraqnə nurəsuhu sadəqə. Peyğəmbər buyurub ki, bizim buraxdıqlarımız sədəqədir. Miras qoymarıq. Bu sözün üstündən Əli deyir ki, siz kəzzabsınız, xainsiz, arxadan vuransınız. Hətta bu hədisin üstündən. Əli bu hədisə iman gətirməyib. Əli deyib ki, kəzzabsınız, uydurursunuz, yalandan hədis uydurursunuz. Üstəlik də deyib ki... Mənə qəribə gəldi, qardaş. Orada sənin əlində möhkəm əhl-i sünnədən bir hədis var ki, Həzrət Əli gəlib təsdiqləsin ki, bəli, bu bax, mənim yoldaşımındır. Hə. Bəli, hədisin içində deyir də zaten. Həmən hədisin içində bax, o mən dediyim qissə var. Əli gəlir ki, Fatimənin mirasını istəsin. Bu 1757-ci hədisin elə öz içində var bu. Uzun hədisdir o həmən hədisdə var. Bəs nə deyirlər? Cavab olaraq nə deyirlər? Deyir ki, qalə Rasulullah, Əbu Bəkir deyir, lə təraqnə nura. Peyğəmbər buyurub ki, bizdən sonra biz sədəqə qoymarıq. Hədis gətirir Həzrət Əliyə. Həzrət Əliyə hədis gətirir. Birinci belə deyir, bax diqqətlə. Birinci belə deyir. Deyir, Əbu Bəkir dedi ki, mən Peyğəmbərin vəlisiyəm. Özü də burada vəli xəlifə mənasında keçir. Mən Peyğəmbərdən sonra Peyğəmbərin vəlisiyəm. Sonra dedi ki, lə təraqnə nurasuhu. Peyğəmbərlər miras qoymaz. Qalə Rasulullah. Allah Rasulundan nəql edib bunu. Əli də deyib ki, kəzzab,
xain, yalançı. Hər üçü. Elə bax bu hadisəni deyib peyğəmbərin vəlisiyəm, yəni xəlifəsiyəm. Əli bunu da yalan sayıb. Peyğəmbərdən hədis rivayet ediblər, bunu da yalan sayıb. Üstəlik də deyib ki, biz siddiqik, doğru danışacaq, Əli bunu da yalan sayıb. Yaxşı, Əbu Bəkirin gətirdiyi bu hədis ki var, peyğəmbərlər miras qoymur. Onu Həzrət Əli bilmirdi. Elə bir hədis yoxdur axı. Buna Əbu Bəkirdən başqa səhih yolla heç kim rivayet eləmir. Bir dənə Əbu Bəkir rivayet edir. Hə, Əbu Bəkirdən başqa onu rivayet edən yoxdur. Səhih yoxdur da, yəni səhih sənəddən bir dənə Əbu Bəkirdən gəlir bu. Digərləri zəif sənədlərdir. Zəif, mürsəl, uydurma bu cür. Və üstəlik də qardaş, burada başqa bir məsələ də var. Həzrət Əli heç vaxt peyğəmbərin sözünü inkar eləməz. Deməli Həzrət Əli Əbu Bəkiri həqiqətən doğru danışan bir ravi kimi görmür. Onun sözünü qəbul eləmir. Hə, bu da maraqlı gəldi. Məsələn, Əbu Bəkir hədis gətirirsə, Allah Rəsulü miras qoymur, Həzrət Əli deməli ləbbeyk. Tamam. Allah Rəsulü buyurur ki, kim mənim sözümü inkar eləsə, Allah inkar eləmiş kimidir. Həzrət Əli də bu hədisi yaxşı bilirdi. Çünki Həzrət Əlinin öz dilindən rivayet olunub Əhl-i Sünnə kitablarında bu hədis. Əli Allahın, peyğəmbərin sözünü inkar eləməklə gərək şeyi inkar eləyə. Allahı. Bu da Əli əleyhissalama yaraşan bir sifət deyil, xüsusiyyət deyil. Yaxşı, bəs Əhl-i Sünnələr bu barədə nə fikirləşirlər, qardaş? Əhl-i Sünnə deyir ki, burada həm Abbas xata eləyib, həm də Əli xata eləyib. Bu xata sözü olmasaydı nə olacaqdı? Yəni bu iki insanın arasında baş verən şəxsi münasibətlər dinə görə olmayıb, sadəcə aralarında şəxsi münaqişə olub, ona görə şey olub. Maraqlı da bilirsən nədir? Əbu Bəkir xanım Fatimiyə deyir ki, get şahid gətir. Yəni bu şey məsələsinə də, fədəh məsələsinə. Aha. Xanım Fatimə gedir, gətirir, Həzrət Əlini gətirir şahid kimi. Əbu Bəkir deyir ki, yox, bu sənin evinin işidir. Get başqa yerdən, başqa şahid gətir. Elə şahid gətir ki, evinçi olsun da, nə fərqi var? İndi şəriətlə danışıb da, güya ki burada bir dənə hədis var ona görə. Deyib get başqa şahid gətir, amma halbuki özündən başqa təsdiq edən yoxdur. Bu dünyəvi həyatda diktatorluqdan başqa bir şey deyil. Özünün gətirdiyi hədisi özündən başqa heç kim təsdiq eləmir. Hətta xanım Aişə Əhl-i Sünnədə Həzrət Aişədən çox hədis rivayet edən tək-tük adamlar var. Hətta Həzrət Aişə də, Həfsə də Əbu Bəkirin üstünə miras istəməyə gediblər. Heç Aişənin, Həfsənin də bu məsələdən xəbəri olmayıb. Peyğəmbər Əbu Bəkirin rivayet elədiyi hədisdən. Bu diktatorluqdan başqa bir şey deyil. Sözüm Allaha acıq getməsin, qardaşlar. Düzdür, Peyğəmbər də ərəbdir, Əhl-i Beyt də ərəblərdəndir. Amma nəsə bu ərəblər əzib qərib adamlardır. Təsəvvür edin, sivilizasiya dəyişib, 21-ci əsrdir. Yenə də bunlar düzəlməyiblər. Bəs nə, qardaş? Bir dənə də bir şey soruşum, qardaşlar. Məsələ nədir? Bax, bunu deyim qısa. Mücahid, kim azğın olubsa, Allah ora rəsul göndərib. Ərəblər o qədər azğın olub ki, Allah Subhanahu taala onlara rəsul göndərib. Necə ki, Yahudilər azğın olub, Allah onlara çoxlu rəsullar göndəriblər. Yahudilərin azğınlığı hələ də keçməyib, yenə də azğındırlar. Bu ərəblərə də aiddir. Bəli, bəli. Burada belə gic-gic sözlər yazırlar. Bunlar səssiz ata bilmirəm mən. Ayıbı yoxdur. Qoy Bir dənə söz soruşum mən də, qardaşlar. İtürər, karvan kəsər, qoy yazsınlar. söyüş söyləyənə qədər, qardaşlar, söyüş təhqir yazmayana qədər qoy yazsın. Ola bilər Əhl-i Sünnə gəlsin, fikrini yazsın, desin, düz demirsən. Yox, Peyğəmbər ailəsindən danışırlar, ona görə xoşum gəlmir. Yazıb ki, falan 5 məkə, mən də istəmirəm. Eşitdim o. Qardaşdan bir şey soruşum, sadəcə mənim özümə maraqlıdır. Bu Tahirdir də deyəsən qardaşın adı. Təcrübə səyahət. Aleykum salam, aleykum salam. Eşidirsən qardaş? Bəli qardaş, buyurun. Sadiq Bir dənə şey soruşum, necə? Sadiqdir, Sadiq. Sadiq, lap yaxşı, maşallah. Sadiq, bir şey soruşum, mənim özümə sadəcə maraqlıdır. Sən inşallah Allah sənə sabit eləsin əqidində. İndi sən hansı formada davam eləməyə fikrin var? Üsul xəttində yoxsa?
Vay dədə, bu nasıl sual idi? Özümə Yo, maraqlı. düdü də, Müsaade üzürlü sayın, xahiş edirəm. Qoy bir gəlsin, çıxsın hələ bir. Bir stəkan çay içsin. Sən apar Sistani tərəfə, mən də aparım Xamneyi tərəfə. Hətta düşməyən var. Ərəb Ay, terminlərini elə bilmirəm bu usul Yəni, zətlərə, usul Boş amma şeydir. Ay Sadiq, boş şeydir qardaş. Namazı qılarsan, ibadət eləyərsən inşallah. Yəni o Ali- ərəb terminlərini təqlid məsələsini soruşuram. onu biraz araşdırmışam. Belə Qardaş, fiqhə şeyə baxıram. Belə açıram, məsəl dünəndən oxuyuram. İndi kitab yoxdur, şeydə oxuyuram. Sistani.org saytında Sistaninin sual-cavab, nə bilim o fiqh şeyləri. Elə ona baxıram prosta indi lazım. İndi bizdə belə Sən apardın. elə bir şey olmayıb deyə prosta maraqlı gəlir. Ya bizdə sən hələ İbrahimlə danış qardaş. Sadiq İbrahimlə o səni yönəldəcək haralar. Qardaş birbaşa mən həcmə gəlib. O Sistani zat nə idi? Mən də Sistaniyə təqlid edirəm. Vəssalam. Bu belə onlar problem deyil, bunlar fikri məsələdir. Sistani olsun, məkarim olsun, vəli. Hamısı eyni. Kitab bizdə məsələsində mən qardaşa yoxdur demişəm. deyə, ona görə. Kitab məsələsi də nə kitab istəsə, hansı kitaba barmağını uzatsa inşallah mən qardaşı kitabla təmin edəcəm. Məndə istədiyin kitablar var. İstəmədiyin kitablar var. Ha, bir iki dənə qardaşa İbrahim məsləhət gör, bir iki dənə yaxşı əqidə kitabları, nəsə belə tövhid. Onu eləyəcəm mufidci. Mən tərəfə gəl təcrübəsiz. Sən tərəfdən qaçıb gəlib də qardaş, hara sən tərəfə gəlsin. Sən tərəfə mən gəlmişdim də elə mən. Ondan qabaq gəlmişdim. Bir də ki, qardaş, bu gəlib bəziləri deyirlər ki, Şiələr bütün günü nə bilim xilafətçilər. Bir qardaş var, Bakıxanov əvlak. Deyir ki, bəhs eləmək istəyirəm. Bilmirəm kimlə bəhs eləyir. Gülmə İsmail yazıb. Kimlə eləmək istəyir buyursun yuxarı mövzu da Ha, qoysun. qalx yuxarı. Halalı qalx yuxarı. İstəyət qalx yuxarı. Bir də Mücahid, Bəhs. Ha, buyur. Murciya var, Murciya. Bəhs eləmək istəyir, qalxsın yuxarı, 5 dəqiqə paketləyə getsin. Murciya. Murciya əqidəsi var, axı eşitmisən Murciya əqidəsi haqqında? Murciya sələflərdə var da, yox? Hə, sünnilərdən çıxıb. Sələflərin murciyalara görüşlərini bilirsən də çox güman ki. Yəni əməli imandan ayırmırlar da, belə deyim. Məsələn, biri gedib şərab içir. Murciya deyir ki, bunun şərab içməsi bunun imanına heç bir təsir eləmir. İmanı öz yerindədir. Yəni bunun imanı azalmaz şərab içdiyinə görə. Budur murciyanın əqidəsi. Əslində sərfəli əqidədir axı, amma Yaxşı əqidədir, düzdür. yola vermək olar. İndi fikir ver gör. Əhlüsünnənin özü murciya olur yoxsa yox? Biz deyirik ki, günah təbii ki imana təsir edir, təsir qoyur. Amma əhlüsünnə deyir ki, sahabələrin elədiyi müharibələr, cinayətlər, adam öldürüb, nə bilim, bunların imanlarına heç bir təsir eləmir. Bunlar elə imanda qalıblar. İman üzərində ölüblər. Nə bilim, bir-birləri söyüblər, döyüblər, öldürüblər. Hər nə, bütün cinayətlərdə. Əhlüsünnə deyir ki, bu sahabələrin cinayətləri bunların imanlarına heç bir təsir eləmir. Bir tərəfdən də çıxıb deyirlər ki, murciyalar kafirdir. Bu ircanın özüdür də, murciyalıq elə budur. Sən keçmişdəki murciyaların məzhəbindəsən, indi müasir murciyalar çıxıb biraz fərqlidirlər onlar. Qamətə zada şey deyirlər, murciya zada. İbrahim pük vurmaq necə? Vurmaq müstəhəbdir, olar. Firuqa ağa deyir ki, olar. Prosta gərək çox vurmaq. Ahmətin yanına gedəsən, hə? Yavaş yavaş. Ay bu, sənə bir sual verim, necə də? Ver Bu gəl. Ənkabut surəsi 40-41-ci ayə var. Kaput. Hə. Orada o hörümçəkdən danışır. Orada nə demək istəyir ki Allah? Onu mən oxudum, yəni belə təfsir yoxdur məndə. Yadımda deyil axı ayə 40-41. Bir dənə o ayəni açıq edəm, onu oxuda bir dənə. İzah elədə bir dənə. Zəhmət olmasa oxuyur, İbrahim izah verərdi ona. Yadına düşsün.
Ayıb açdım. Deyir ki, fəkullən əxaznə bi zənbi. Deyir ki, onların ki, bütün günahları var. Fəminhum deyir və bunun səbəbindən mən ərsəlnə aleyhi xasibə. Bunun səbəbindən deyir, onlara şey verdik, cəza verdik. 40-da deyir. 40-da. Bu hörümçəkdə hardan danışır? Bizə deyir ki, hörümçəyin zəif. Deyir ki, olmaz. məsəlul ləzinə, çox gözəl ayədir həqiqətən, yadıma düşdü. Məsəlul ləzinə ittəxəzu min dunillahi əvliyə. Allah deyir, misal, onların ki, deyir, misalları Allahdan başqa özlərinə vəli tutanlar var ha. Deyir, Allahdan başqa özlərinə vəli tutanların misalları kəməsəli ənkəbut. Ənkəbutun misalı kimidir. Dişi ənkəbutun. Nə deməkdir bu? Kim Allahdan başqa özünə vəli tutsa, Allahdan başqa. Yəni Allahdan başqa vəli tutmaq nə deməkdir? Allah deməyib ki, məsələn, Əbu Bəkirə itaət eləmək olar. Sən gedib deyirsən ki, Əbu Bəkir Allahın vəlisidir. İtaət olunacaq şəxsdir. Axı Allah deməyib axı. Allah deyir ki, məsəlil ənkəbut, yəni onların misalı dişi hörümçəyin misalı kimidir. Necə ki, dişi hörümçəyin evi, qurduğu yuva var ha. Necə ki, barmaq toxunduran kimi darmadağın olur. Bunların da etiqadı o cürədir. İttəxəzət bəytə və innə əvhənəl buyuti lə buytul ənkəbut. Ləvkəni ya'ləmun. Şübhəsiz ki, deyir, evlərin ən dayanıqsızı, ən deyir, tez uçanı, yəni dözümsüz olanı dişi hörümçəyin evidir. Kaş ki, deyir, bunu ya'ləm eləyərdilər, qavrayardılar, başa düşərdilər, deyir. Allahın misalına baxın, görün nə gözəl. Ağa, bilsən onu mən nə cürə başa düşdüm? Onu o Zülfüqar qardaş izah eləyir. Deyir, o dişi hörümçək var ha. Deyir, məsələn, o özünə ev qurur, yəni sən dediyin kimi də, yəni. Amma deyir, o məsələn, ürək istəmir erkəyini. Deyir, erkəyini çağırar, sonra onu yər. Məhv eləyər onu. Allah dərhal bax, məsəlulləzinə ittəxəzu min dunillahi əvliyə. Allah deyir ki, Allahdan başqa özlərinə vəli tutanların, rəhbər tutanların misalı kəməsəlil ənkəbut. Hörümçəyin, dişi hörümçəyin misalı kimidir. İttəxəzət bəytə və innə əvhənəl buyuti və buytul ənkəbut. Bax, Allah özü açıqlayır. Allah deyir ki, şübhəsiz ki, evlərin içində ən dözümsüz, dayanıqsız olan buyut ilə beytul ənkəbut. Ən dözümsüz olan dişi hörümçəyin evidir. Yəni, kim ki, Allahdan başqa özünə əvliyə vəli tutsa, onun etiqadı dişi hörümçəyin evi kimi dözümsüz, darmadağın olmağa məhkumdur. Ziddiyyətlər içində buxarlanmağa məhkumdur. Allahın misalı belədir. Subhanahu və Teala. Köməyində olsun ağa, başa düşdüm ha. Sağ olun. Yəni kim Allahdan başqa övliya ola bilər? Kim Allahdan başqa vəli ola bilər? Kim Allahdan başqa öldürüb dirildə bilər? Heç kim. Yaxşı, kim? Allah deyir ki, Əl-Qasas surəsi 69-cu ayədə. Allah deyir ki, kökslərdə olanı bilən Allahdır. Subhanahu və Teala. Əl-Bəqara surəsində Allah deyir ki, onların qəlblərində xəstəlik vardır. Xəstəlik vardır. Və Tövbə surəsi 101-ci ayədə Allah Azza və Cəllə deyir ki, bədəvi ərəblərin içində münafiqlər var. Sən onları tanımırsan. Rasuluna deyir. Necə ola bilər ki, biz özümüzə bir rəhbər tutaq? O rəhbərin qəlbindən xəbərdar olmaq bizim əlimizdə deyil. Çünki Allah deyir ki, kökslərdə olanı bilən mənəm. Ola bilər ki, bizim seçdiyimiz adam münafiq olsun, biz onun qəlbindən xəbərdar olmayaq. Mümkündür də bu, seçək, bilməyək, getsin münafiq çıxsın. Münafiq heç vaxt müsəlmanlara rəhbər ola bilməz. Ona görə də həqiqi rəhbərləri Allah seçməlidir ki, insanları haqq yoldan azdırmasın. Ağa, orada zalim qövmündən danışır da, düzdür. O 40-da 41, 40-da.
Orada Şüeyb peyğəmbərdir, sonra İdris peyğəmbərdən deyir. Bəli, Sonra kim Salih ki peyğəmbər. rəsulları qoyub rəsullardan başqasına itaat edən kəslərdən danışır Allah Taala. Necə ki Rasulullah dedi ki, mən kuntum məvla fəhəz aliyyun məvla. Sünni çıxıb deyir ki, Rasulullah niyə demədi ki, mən kuntum xalifə fəhəzə aliyyun xalifə? Niyə demədi ki, mən kimin xəlifəsiyəmsə, Əli də onun xəlifəsidir? Qardaş, biz sünniyə deyirik ki, Mövla sözün haçaq qəbul elədiniz ki, biz xəlifə sözün gətirib sizə təqdim edək. Sənin sahabə saydığın adamlar Peyğəmbərdən 40 gün sonra Həzrət Əlini öldürməyə, evin yandırmağa gəldilər. Halbuki Peyğəmbər demiş ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Yəni, Əlini sevmək lazımdır, dost tutmaq lazımdır, bu sünni təbirincə. Sünni heç Mövla sözün qəbul eləməyib. Peyğəmbərdən sonra Əlinin üstünə döyüşə gəldilər, Əli ilə savaşdılar, vuruşdular, evin yandırmağa qalxdılar. Halbuki Peyğəmbərin o sözü burada şamil idi. Yəni, Mövla sözün, dost sözün qəbul eləməyən xəlifə sözün dünəndən qəbul eləməyəcək. Çünki xəlifə sözü Mövla sözündən daha övladı, daha üstündür. İbrahim, Əli əleyhissalam 6 aydan sonra qəbul eləməsəydi öldürəcəkdilər onu. Əli əleyhissalam heç vaxt beyət eləməyib zaten. Sənin o dediyin rəvayət İbn Şihab Əz-Zuhridən gəlir. İbn Şihab Əz-Zuhri də Muhammed İbn Şihab Əz-Zuhri. Əhl-i Beytin düşmənlərindən bir düşməndir. Əhl-i Beyt düşməni olan bir kəs heç vaxt bizə Əhl-i Beytə qarşı dəlil gətirə bilməz. Yox, bunu mən bizim ilahiyyatçılardan, lap üst səviyyə ilahiyyatçılardan da eşitmişəm. Axı Əli əleyhissalamın apardılar beyət eləməyə, əli bağlı formada. Xeyr, qardaş, əli bağlı aparıb. Əli əleyhissalam beyət odur ki, sən qarşı tərəfin hər bir söz beyət yubəyu, yəni müqavilə bağlamaq. Yox, mən bilirsən nə demək Alış-veriş istəyirəm? eləmək. Deyirəm, ola bilər ki, yəni bu ölüm təhlükəsi olanda təqiyyə eləmək mütləqdir də. Yox, təqiyyə falan da eləməyib. Təqiyyə eləyən adam deməz ki, kərəhiyyətu li məhzəri Ömər ibn Xattab. Təqiyyə eləyən adam heç vaxt deməz ki, mənim Ömərdən zəhləm gedir, nifrət edirəm Ömərə, Ömər gəlməsin mənim yanıma. Buxaridə 3698 nömrəli hədisdir. Onda beyət elədiyinə dair bir dənə səhih hədis yoxdur. Heç bir səhih hədis. Beyət eləsəydi, onların xilafəti vaxtında hər hansı bir döyüşə qoşulardı. Necə ki, Rasulullaha beyət edib, bütün döyüşlərdə iştirak edib, necə ki, Rasulullaha qoşulub, Rasulullahın hər sözünə itaət edib, tabi olub, beyət eləsə, Rasulullahın dönəmində rəsmi vəzifəsi olub, Əmirül Müminin, eləcə də beyət eləsəydi, Əbu Bəkirin, Ömərin, Osmanın xilafəti dönəmində hər hansı bir döyüşə qatılıb və hər hansı bir rəsmi vəzifədə olardı. Biz Uverini deyə bilərik də, bir dənə səhih hədis gətir. Özlərinə görə səhih hədis gətirə bilərlər, amma gətirdikləri hədislərin hamısının isnadında nasiblər var. Osman əl-Ximsi var. Hims deyirdi ki, mənim babamı öldürən adamı mən sevmərəm, nifrət edirəm. Əhl-i sünnətin hədis ravi mühəddislərindəndir. Yəni Əli əleyhissalam Osman əl-Himsinin babasını öldürmüşdü. Çünki onun babası müşriklərdən idi. Və yaxud Sufyan bin Uyeynə var. Deyir, Əlinin fəzilətindən danışan adamlara nifrət edirəm. Zəhləm gedir o adamlardan. Və yaxud Sufyan əs-Savri var. Adam Əhl-i Beytə nifrət edib, İmam Cəfər Sadiq əleyhissalama dəli deyib. Deyib, nifrət, bunun deyir, başı işləmir. Və yaxud Yahya bin Əl-Qattan var. Cəfər Sadiq əleyhissalama kəzzəb deyib, yəni kəzzəb deyəndə cərh edib onu, hədislərin qəbul eləməyib. Və sair və ilaxır, nə qədər deysən, İbrahim, bir şey də soruşum səndən. Buxaridə, Müslimdə ümumiyyətlə Muaviyə ravi kimi keçir hardasa? Muaviyyədən bəli hədislər var. Buxari Müslimdə var, Buxari Müslimdə də var və digər hədis kitablarında da var. Hətta Ömər ibn Sədin özündən hədis rəvayətləri var. Kutubu Sittədə. Salam aleykum. Aleykümselam. Aleykümselam. İbrahim, bir şey soruşum, bir dedim bunu qeyd elədim mən. Dedim ki, İbn Teymiyyə
Əqidətül Tədmuriyyədə buyurur ki, əmr sahibi livat əhlindən olsa belə ona itaət edir. Onu kitabdan oxuya bilərsən orada. Ekrana qoyub oxumaq olar. Deməli, sənə istəyirsən mənbəni də deyə bilərəm belə. Dedin də İbn şey, Əqidətül Tədmuriyyədə. Tamam qardaş, səbirli ol. Deməli, İbn Teymiyənin Əqidətut Tədmuriyyə kitabı və kimin şərhi ilə? İbn Useyminin şərhi ilə. Başqa şərhlərdə tapa bilərsən, tapa bilməzsən bilmirəm. Amma adam Tədmuriyyə əqidəsini şərh eləyəndə həmin bu nəqli, həmin bu mətni gətirir. Səhifə 357-də. İstəsən qoyub ekrana oxuya bilərəm, skrinləyib götürə bilərsən. O İbn Teymiyənin öz sözünü oxuyaq orada. Tamam, səbirli ol. Bir daha böğüt de İbrahim'i. Müzahir telefonla danışın. Xalam oğul necəsən? Sağ ol, sağ ol. Ne var ne yok. Saatin necədir? Yaxşıdır? Elhamdülillah, elhamdülillah. Şükür Allah'a şükür. İsmailəm, sən necəsən ha İsmailəm? Şükür Allah'a. İlqarəm. Emir'den gece davran, düzeldi. Qəşəng, qəşəng. Allah İlqarəmiyə dəyməsin, ömrünə bərəkət versin. Hə, Seymur, səndə var Tədmuriyyə əqidəsi. Var, hər ikisi var. Poza İbn Hüseyminin şərhi ilə baxacam. Sən dedin oradadır da, o səbr gərək elə. tapmır. Səbr elə, bu dəqiqə qoyuram ekrana. Bir dəqiqə səbr elə. Deməli. Məndə xarab olub deyə, notebook xarab olub deyə telefonunu axtarım, ona görə biraz çətindir mənim üçün. Sen axı araştırmacısan, ne acaba karşıma çıkmıyor? Yox, mən İbn Teymiyənin oxucusu deyiləm. Yəni kitabları üzərində heç bir şey oxumamışam. İbrahim dedi, mən o dəftərə not aldım ki, ona mən baxacağam hər iki kitabda. İbn Teymiyənin sözü varmı, yox? Deməli, kitabı tapdım. Seymur, bu çıxsa mən deyən təkfir eləyəcəksən İbn Teymiyəni və yaxud İbn Hüseyni. Niyə təkfir edirəm? Onun təkfirlə nə əlaqəsi var? Yəni Mən İbn Teymiyyə oxucusu deyiləm. Prosta dedim, mənim də marağımı çəkdi. Tamam. Sən oxumusan özün o kitabdan? Bəli, tapdım qardaş, qoyuram ekrana. Əlbəttə ki, qardaşım. İbn Teymiyənin öz sözüdür, yoxsa şarihin sözüdür? Şarihin də sözü ola bilər, öz sözü də ola bilər. Hər halda şarih İbn Teymiyənin məzhəbinin, mənhəcinin gərəyini yazıb. Yəni deyirəm, bu mətndə İbn Teymiyənin özünə məxsusdur, yoxsa şarih özü şərh eləyəndə bunu əlavə eləyib? Yəni İbn Hüseymin şərh eləyib, qardaşım. İbn Hüseymin bunu İbn Teymiyənin sırf birəbir öz sözlərini deyib və yaxud deməyib, bunu bilmirəm. Zaten biz üçün də maraqlı deyil. Zaten öz sözü olsa belə, olmasa belə, bu heç nə dəyişmir. Adam məzhəbinin gərəyini yazır. Bax, əziz qardaş, deyir ki, وَإِذَا سَأَلَ سَائِلُ هَلْ يَجِبُ طَاعَتُهُ وَلِيَّ أَمْرِ عَاسِ deyir, sual verən soruşur ki, bəs vəliyə əmr asi olsa ona itaət eləmək olar, yoxsa yox? Deyir ki, cavab budur ki, vəliyə əmr asi yəcibu ta'atuhu
deyir, cavab budur ki, vəli əmr asi olsa belə ona itaat eləmək vacibdir. Mə ləm yəkun kafirən in kəfərə küfran sarihən. Ta ki, sarihən indənə. Ta ki, bizim yanımızda onun küfrü sabit olana qədər, açıq-aşkar küfrü, yəni kafir olana qədər. Bax, gör nə deyir? Deyir ki, və əmmə izə kənə yəşrabul xamr. Hətta deyir, o şərab içsə belə. Və yəzni yətəvəllət yaqtulu nəfsi bi qayril haqq. Hətta deyir, ləvat əhli olsa belə. Yəni, bildin də o məsələ. Olsa belə, şərab içsə belə, haqsız yerə adam öldürsə belə, in darabəkə darbən, hətta haqsız yerə səni vurub döysə belə, fəlyəcibu aleyki in taatihi. Ona itaət eləmək vacibdir. Daha sonra başqa söhbətlərdən danışır. Yətəvəllət livat sözündəndir. Quraba. Skrin elə at süni intellektə tərcümə eləsin. Aydındır. Təşəkkür edirəm. Sadəcə burada biz bilə bilmədik. Şeyxin yazdığı mətndəndir yoxsa şarihin sözüdür? O Şarih də İbn Hüseymindir, başqası deyil. Aydındır. Buna hansı bölümdədir? Babın adı nədir şeyin? Tədmir Rüyədə babı. Babın adı Vəli Əmr. Sən ərəbcəsin, sən Azərbaycan dilisin. Fərqi yoxdur, tərcüməsidir. Babın adı bu cürə olmalıdır. Vəli Əmr asi olsa, yəni əmr sahibi, xəlifə, əmr sahibi olsa və günahkar olsa, ona itaat eləmək caizdir yoxsa yox? Belə bir şeydir bab. Yəni, Tamam, təşəkkür edirəm. Vəli Əmrin itaəti babı. Yaxşı. Təşəkkür Seymur, Allah razı olsun. Kişmiş başı axtarırsınız axı orada. Bu kişmiş Qoya bayrama getməlidir. Hə, bildim o Velizar. Bizdən İraq Levatı tapdılar. Əstəğfurullah. Ha, o bilirsən, o demir, get yəni o üzdən İraqa itaət elə. Bunu bir misal kimi gətirir ki, lap belə də olsa problem yox. Elə demir, deyir elə də olsa itaət elə də. Da necə desin ki? Yəni deyir o adamı dindən çıxartmır da axı. Müsəlman olur o hakim. Başa tutmuyorsun. Aslan kimi danışdın, Emizay. Dindən çıxmır da, dindən çıxmır. İnsanlar ayılıb deyəndə ay cesi. Mən insanları aldatmıram. Ayılmısan, ayıl cavab ver də. Niyə yatıbsan bəs? Yalan danışıram, bax, yalanma cavab ver. Axşamın xeyir vardır. Bir də İbrahimə sual vermək istəyirdim. Eşidirsən? Eşidirəm. Bir imamların təqiyyəsi barədə sual verirdim ki, bir şəxs təqiyyə eləyirsə, o mənə necə mütləq hüccət ola bilər? Niyə hüccət olmasın ki? Çünki onun mənə dediyini təqiyyə zamanında deyir, yoxsa təqiyyədən kənar deyir, onu bilmirəm. Sənə dediyini təqiyyədə və yaxud qeyri-təqiyyədə deyirsə, onun izahını da verir. İmam bunu səndən gizli saxlamır. İmamlardan hədis var ki, misal çəkirəm. Mən Əbu Bəkir, Osman, yəni xəlifələr barəsində İmam Zeynalabdindən, atamdan, yəni Əlidən pis sözlər eşitməmişəm. O rəvayəti qoya bilərsən ekrana, öz sənədi ilə bir yerdə. Axtarsam qoya bilərəm. İndi Axtaranda qoyarsan bir yerdə ikimiz baxarıq. yoxdur deyirsən o rəvayət. Elə bir səhih sənəd rəvayət varsa, mən şiəlikdən tövbə eləməyə hazıram. Bax, Var axı, var rəvayət var, amma səhih deyil. hə. Səhih deyil. Səhihləş. Sözüm nədir? Yəni bu şəxs bilmirəm də mənə təqiyyə zamanında deyir, yoxsa yox. Mən onu necə qəbul edeyim? Mənim əzizim, təqiyyədə deyibsə, sənə təqiyyədə dediyim bildirir. Yox, təqiyyədə deməyibsə, təqiyyədə demədiyim bildirir. Bir də ki, imamlar dinin əslində təqiyyə eləməyib. Harda edir? Hansı ki, furu məsələlərində, kiçik məsələlərdə. Bir də axı burada məsələn problem nədir? Həzrət Əli doğrudan da onların barəsində pis bir şey deməyib də.
bir şey deyim. Yox, elə kəzzab, xain demək Yəni söyməyib, təhqir eləməyib, kafir. Yox, Nəhcül Bəlağada da var ki, Allah Ömərin filan kəsin torpağına bərəkət versin. Əyriliyi düzəltdi, haqqı bərqərar elədi 219. Bəli, bəli, var. Yox, Ömər birincisi Nəhcül Bəlağədən gətirirsən onu, mən bilirəm. Nəhcül Bəlağədə Şərif Ərrazinin həmən mətndə Ömər adı yoxdur, Şərif Ərrazinin yazdığı Bilirəm. mətndə. Və İbn Əbil Hədiddə ki, İbn Əbil Hədid özü onu hardan rəvayət edib bu naməlumdur. Nəhcül Bəlağənin özü, qardaşım, mürsəl rəvayətlərlə doludur. Həmən bu rəvayətlər də o rəvayətlərdən biridir ki, İbn Əbil Hədiddə əhl-i-sünnədir, əhl-i-şiə deyil. Əhl-i-sünnə kitabından mənə özdə mürsəl dəlil gətirə bilməz. Yəni bu din, əziz qardaş, bizim əqidəmiz möhkəm dəlillərin üzərindədir. Biz ağızdan ağza nəyisə eşidib buna iman edəsi deyilik. Mən valla debat üçün eləmirəm. Mənim Yox, mən də debat eləmirəm. şübhəli sualdır bu.